Adım Kifayətdir. 85 yaşım var. Ailədə yeganə övlad olmuşam. Anam evdar qadını idi. Atam da kolxozda traktorist işləyirdi. O vaxtlar ailədə qız uşağı anadan olanda biraz pis baxırdılar. Mən də olanda atam biləndə ki, qızı olur, atına minib evdən çıxdı. 3 gün kişi evə gəlmədi. Cəmaatdan utandığına görə. Bir dəfə də olsun məni qucağına götürməmişdi. Elə adımı da o qoyub. Kifayət. Uşaqlıqda mənim bir dənə də oyuncağım olmayıb. Atamın qorxusundan anam almırdı. Heç bir yerdə şəkilimiz də yoxdur. Mən atamla heç vaxt süfrə arxasında oturmamışam. Amma yadımdadır. Qohumlarımız gəlmişdi. Atam onda mənə icazə verdi. Anama dedi ki, get çağır. Yaman idi. Neyse günlərin bir günü atam gəlir evə, deyir ki, ay Reyhan. Reyhan anamın adıydı. Kifayəti verdim. Anam dedi, bu ya kişi kimə vermirsən? Dedi, qardaşım oğluna. Kifayət ona geçmeyecek. Niye verdin? Niye? Nəhayət məni ağlıya-ağlıya verdilər əmim oğluna. Heç kəs mənə qulaq asmadı heç. Allaha and olsun. Əri getdiyimdən təxminən 1-2 ildən sonra atam ağır xəstələndi. Axır günlər idi. Məni çağırdı yanına. Elə diqqətlə baxdı gözlərimə. Məni öpdü. Və qucaqladı. Rəhmətə gedəndən sonra anam mənə dedi ki, atam axır nəfəsində belə sənin istədiyini deyirdi. Amma sənə bunu deyə bilmirdi. Utandığından deyə bilmirdi. Nəysə. Mənim 2 övladım var. 2 oğlum var. Həmişə qız uşağı arzulamışdım, amma olmadı. Amma 3 qız nəvəm var. Allah, onları o qədər çox istəyirəm, lap çox. Qızları xoşbəxt görəndə istəyirəm onları qucaqlayım, öpüm. Çünki mənim uşaqlığım olmayıb. Hə, bala, o vaxtlar qız uşaqlarına belə münasibət olub. Amma indi zamanə başqadır. İnanıram ki, valideynlər də belə şey eləmir. Eləmir ki. Eləmi bala?